Bildiğiniz kimi Türkiye'de Şanlıurfa'dan sonra Kahramanmaraş'ta da məktəbə hücum oldu. Bu hücumu niye elədilər? Deməli hadisə necə olubdu? Dünənki hadisədə ölüm olmadı, təkcə hücum eləyən adam özünü vurdu dedilər. Eləmi? Elə. Bəli. Ama 16 nəfər yaralanmışdı. Və Türkiye'nin Milli Eğitim Bakanı çıxdı dedi ki, bütün məktəblərdə təhlükəsizlik tədbirləri üst səviyyədədir, hər şey əladır, narahat olmayın. Və nəticə etibarilə bunu dediyindən bir neçə saat keçməmiş Kahramanmaraş'ta hücum oldu. Bir nəfər 8-ci sinif öğrencisi, əmniyyət müdürü olan, indi yalandan deyirlər ki, keçmiş əmniyyət müdürü, bəlkə də bəzi məlumatlarda indiki əmniyyət müdürü deyir. Deyəsən Türklər də bizdən öyrəndi də. Bir hadisə olanda, fövqəladə də bir hadisə olanda sıra deyirlər, bu bizim köhnə işçimiz olubdu. Bunu çoxdan işdən çıxartmışıq. Bu holit olub. Xəstəliyinə görə, yaşa görə, ordu da belədir. Sərhəd qoşunu da, fövqəladə də, polis də. İndi deyəsən bizdən öyrəniblər. Baxın dəyərli vətəndaşlar. Atası əmniyyət müdürü olan uşaq atasına məxsus 5 dənə silahı sumkasına qoyaraq, əksəriyyəti balaca silahlar, sumkasına qoyaraq məktəbə girir. 1200-dən çox şagirdi olan məktəbə girir və rastgele ateş aça gedir və 10 nəfər dünyasını dəyişir, 20 nəfər də yaralanır. Özü də dünənkindən fərqli olaraq, dünənki hara gəldi atmışdı, baxmayaraq yekə idi, 18 yaşı var idi. Amma bunun 8-də oxusa da bu birbaşa ürəyə, başa ateş açırdı. İndi gəlin görək Erdoğan bunu niyə elətdirsin ki? Erdoğan hakimiyyətinə niyə lazımdır belə hadisələr niyə lazımdır? Gəlin analiz eləyək. 1. Əmniyyət müdüründə 5 dənə silah nə gəzirdi? Əmniyyət müdürü olan, polis rəisi olan adam manyakdı mı? Terminatordu mu? Necə olur? Adamda olar 1 dənə silah, uzağı 2 dənə silah. Biri uzun namlu, biri balaca namlu. 5 dənə silah sənin evində nə gəzirdi? Deməli, ağası gülüm olanın başına külüm olar. Erdoğan kimi rəhbərin də, Cumhurbaşkanının, psikopatın da belə psikopat əmniyyət müdürü olmalıdır. Bunun başqa yolu yoxdur. Bunun başqa adı yoxdur. Son zamanlar Erdoğan bizim ilgimizi cəlb eləyib müsbət cəhətdən İlham Əliyevlə qələmini nisbətən qırıbdır, buna görə bir balaca. Amma ki bu da bir oyun ola bilər. Qardaşlar, niyə belə oldu? Bəzilər deyəcək, o iqradan oldu, iqradan. Bəzilər deyəcək, 1. Niyə Eğitim Bakanı dedim məktəblərdə polis koruması var? Bir neçə saat sonra belə bir böyük məktəbdə bu hadisə oldu. Deməli hökumətə lazım imiş bu hadisə. 2. Əmniyyət müdüründə 5 silah nə gəzirdi? 3. 8-ci sinif tələbəsi 5 silahdan necə hücuma keçib bu boyda qətliam törədə bilərdi? 8-ci sinif tələbəsi. Niyə görə Erdoğan Türkiyədə o faciəvi kadrların, daha doğrusu güllə səslərinin belə o kadrların, məhciddə uşaqlar qaçır, o kadrların yayımlanmasını yasaq elədi? Niyə yasaq elədi? Yayımları yasaq elədi ki, ona görə ki, artıq xalq ayıldı. Deyənməsə də xalq bilir ki, bu Erdoğanın işidir. Belə əmniyyət müdürünün uşaqlarına zada verirlər dərmanı. Deyirlər bir sənə var, sən orada qız istəyirsən ha, sən qız istəyirsən. Uşaqların 15 dənə uşaq sataşır. O məktəb belədir, o məktəb belədir. Get hamısını güllələ, qalanma keçəni güllələ. Dərman attırıb uşaqlara silah verirlər, göndərirlər. Belə bir hadisə bizdə də səhv eləmirəmsə DTK eləmişdi ha. Alyona söhbəti bağlansın deyə. Bunu Türkiyə hakimiyyəti elətdirib. Deyəcəksiniz niyə niyə? Dəyərli vətəndaşlar, yekələrlə qarşıdurma eləmirlər. Yekə böyük adamlarla qarşıdurma eləsələrdilər, cəmaət acdı Türkiyədə. Etiraz dalğasına, inqilaba, üsyana, darbəyə çönərdi. Bunu məktəblərdə eləyirlər. Niyə? Niyə məktəblərdə eləyirlər belə hadisəni? Deyim sizə, artıq erkən seçimə gedilməlidir. Türkiyə CHP konkret vaxt qoyubdur. CHP konkret addımlar atır. CHP'nin bütün deputatları parlamentdə ən çox olardı. Hamısı istifaya hazırlaş. Erkən seçim üçün. Erdoğan buna hazır deyil. Erkən seçimdən çıxa bilməz. Yalançı rəqəmlər də olsa inqilab olar, bu dəfə qansu yerinə axar. Mümkün deyil. Amma həmin bölgələrdə, xüsusilə təhlükəli, İstanbul zaten şəhərlər boş ver, əsas təhlükəli bölgələrdə fövqəladə vəziyyət elan eləmək, seçim bu havasını kənarlaşdırmaq məqsədi ilə bu hadisələr törədilir. Bundan başqa Yunanistanla da İsrail ölür, İsrail. İran başını ilə vurub kəl özünə gələ bilmir. Güya kiriz Yunanistan Türkiyəyə müdaxilə olacaq. Türklər tüpüründə boğar Yunanistanı. Amma elə deyil. Erdoğan yurt dışında da, içəridə də, dışarıda da qorxulu vəziyyət yaratmalıdır. Bəli, xalqlarını sömürən, iqtisadi çöküş, ölkəni çöktürən, iqtisadiyyatını, kənd təsərrüfatını məhv edən İlham Əliyev kimi, Erdoğan kimi diktator və yarı diktatorlar düşmən obrazı daxildə və xaricdə yaratmalıdır. Vəssalam. Belə bir vəziyyətdə CHP'nin deputatdan istifa verib seçim tələb eləməsi bu ixtişaş ola bilər, bu ixtişaş yarada bilər, bu Türkiyənin gələcəyini istəməməkdən doğa bilər və elə bu hadisəni də bunlar bəlkə törədib Erdoğanı çıxılmaz vəziyyətə soxsun deyə hətta öz etkilərini onların boynuna yıxa bilər. Darbəni kim elədi? Hacı, FETÖ darbəsini kim elədi? Erdoğan özü elədi də. Bir düşünün, FETÖ darbəsi olmasaydı, bütün qeyrətli əmniyyət müdürləri, qeyrətli generallar türməyə soxulmasaydı, Erdoğan indiyə kimi hakimiyyətdə qala bilərdi mi? Xeyr, birbaşa Gestapo vəziyyət yarattı. Erkən seçimin qarşısını almaq üçün Türkiyədə fövqəladə vəziyyət yaradıb, içəridə və daxildə təxribat
ve bir döyüş pozisyonu yaratmaq üçün, Erdoğan ömrünü uzatmaq üçün özü mü olacaq və ya hansısa adam öz yerinə gətirəcəyi adamı hələ yetişdirənməyib, hələ kifayət qədər xalqa kakalayıb qəhrəman kimi sıraya bilməyib. Zaten Erdoğan'ın yanında olan hamısı Türkiyə xəyanət eləyən kimi görünür. Ona görə də heç kimin adını çəkə bilmirlər. Çəkən sırazı hər tərəfli paxırını açıb qoyurlar ortaya. Məsələn, İlham Əliyev ətrafından kimisə bizə öz yerinə prezident kimi, yenilən namizəd kimi kakalaya bilərmi? Yox. Hamısı cinayətin içində olandır. Eləcə də Erdoğan'ınkiler. Vəssalam, tutarız getdi. Deyəcəksiniz ki, yaxşı bu görüntüləri Türkiyədə niyə yayımlanmır? Yaxşı Erdoğan'a belə bir şey lazım idisə, məktəblərə hücum, nə bilim, hay, huy. Erdoğan və bunu yayımlayar da, niyə o görüntülər, uşaqların qaçması, hay-küy, silah səslərini belə yayım qadağası qoyurlar? Dünya yayımlayır, amma Türkiyədə yayım qadağası var. Niyə? Orasını da deyim də, sizə qadın alır. Zaten bilən bildi hücumları. Hamı bildi. Amma indi onu 2 dəqiqədən bir yayıb, xalqı qaza gətirmək, odur bax, 10 minlərlə adam Milli Eğitim Bakanlığına yürüş eləyir, baskın eləyir. Polisdən qarşı durma da yaşandı. Uşağı qoruyamırsınız, istiqrarı təmin edəmirsiniz. Okullar cungili okulundan betərdir, nə bilim, cungili meşəsindən. Ona görə xalqın daha çox etirazı oldu da okul olduqsa yayım qada daha çox xalq qaza gəlməsin. Bunu düşünməmişdilər. Düşünsələr də çox geniş çərçivədə olduğunu düşünməyiblər. Bundan da kifayətlənəcəklər. Artıq bəzi ağızlardan Erdoğan'ın bunu yaptırdığını, bəzi ağızlar artıq deyir, dilə gətirir. Xalq Erdoğan'a qəzəblidir və get-gedə meydanlarda çoxalır insanlar. Bax, indən sonra olmayacaq. İndi başqa bir təxribat olacaq, başqa təxribatlar olacaq. Nədir? Bölgələrdə fövqəladə acil durum elan etmək, seçimləri ertələmək, CHP'nin planlarını pozmaq və salam. Nəinki CHP'nin planlarını pozmaq. Yəni, indi nəyin boyuna yıxacaqlar? Ya İsrailin boyuna yıxacaqlar, ya CHP ölkəni qarışdırmaq istəyir, dalında İsrail, Amerika durubdur, bunun boyuna yıxacaqlar. Daha deməyəcəklər ki, Netanyahu ilə ən yaxın həyatda Trump kankadır. Trump'ın da həyatda bir dənə tərbiyələdiyi adam Erdoğan'dır. Tutar ciddi bunu başa düşmək üçün Frunze Akademiyası oxumaq lazım deyil ki, qurtarmaq lazım deyil ki. Azərbaycanda bağçanı qurtarmaq yetərlidir. Hani kabardan çıxan nefit? Hani o toq maşınları? Hani açın, pəncərələri açın, kaniferləri axıra kimi basın, yandırın, heç söndürməyin, yayda da açın. İndi nə deyib alladacaq acaba Erdoğan hakimiyyətdə qalmaq üçün nə deyib alladacaq? Bütün əldə olan kozurlar, limitlər, hamısı getdi. Daha ortaya qoymağa nəsə yoxdur. İndi nə deyib? Ortaya qoymaq. Ancaq savaş. Ya hansısa güclərin istəyindən savaşa girməlisən, ya da özün hələ ki, seçim ertələməklə öz yerini qorumaq üçün ölkədə hərbi vəziyyətə uyğun vəziyyət yaratmalısan. Bəlkə də hərbi vəziyyət yaratmalısan. Fövqəladə ya hərbi vəziyyət yaratmalısan. Vəssalam. Bir də belə hadisə olasa daha böyük ayaqlanma olacaq, xalq ayaqlanması günahkar Erdoğan'dır. Türkiyədə də Azərbaycan kimi polis sayı dəhşətli dünyada ən çox polis olan adam başına, neçə adam başına düşən ən çox polis birinci dünyada Azərbaycanda da ikinci Türkiyədə. Niyə hər məktəbin qabağına 2 dənə polis qoymurlar? Niyə? Milli Eğitim Bakanı bambılıdır o. Ha? Bambılı bakan deyir ki, mühafizə təşkil edilib bütün məktəblərdə. Məktəblərdə mühafizə təşkil edilib, amma 8-ci sinif uşağı girir, 10 nəfər öldürür, 20 nəfər yaralayır. Böyle ölkə mi olar? Böyle hakimiyyət mi olar? Erdoğan eyni zamanda mesaj verir. Baxın ha, sonra qalmış ha, yurt dışı, yurt içi, Yunanistan'ın üstümüze gəlir. Baxın, Netanyahu o yandan mənə barmaq silkələrin barmağını qıraram. Netanyahu o yandan gəlir üstümə. Baxın, ölkənin daxilində təxribatlar, hələ Kürtlərin ayaqlanması, yadınızdadır ey Türk milləti. Mən gəlməmişdən qabaq hər yerdə partlayışlar olurdu. Mən gələndən sonra Kürtlərlə sülh yarattım, bunu qaydasına qoydum, təxribatlar, bütün hamısının qarşı salındı. Yenidən bax, nəsə istəyir, mən gedərəmsə Türkiyə batar. İlham Əliyev də belə mesaj verir. Mən gedərəmsə Azərbaycan batar. Aya FETÖ olaylarını yaradıb hakimiyyətdə qalmaq üçün xalqı qırdıran rejim bunu eləməzmi? Aya başınıza dolanayım. Aya ərəb jurnalisti birbaşa səfirliyin içinə soxdular. Bildiniz də, Bin Salmanın jurnalisti neydi onun adını yazın, nə hərfindən gəl. Saldılar səfirliyə adamı. Bunu eləyən onu eləməzmi qadın alim? Aya bizim nə qədər Lotuguli dünya səviyyəli adamı öldürtdürdü, qanını batırdı. Aya qadın alim dünya səviyyəli adam. Rövşən Lənkəranskini öldürtdü, Erdoğan hökumətindən birləşdirdi, qanını batırdı. Aya qadın alim sənin. Elçi bəy belə zəhərlədi Heydər Əli, öldürtdürdü, İlham Əliyevdən Erdoğan söhbət açılırdı, bağladı. Təyyarə vuruldu, 34 nəfər Türk subayı dünyasını dəyişdi, Gürcistan üzərində təyyarə vuruldu. Bunu indi deyirlər, niyə gizlədirsiniz, açın. Bu boyda cinayətləri gizlədən Erdoğan. Hələ mən demirəm ha, bizim Bayram Məmmədovu evində öldürüb dənizə atdılar. Bütün kameralar, 30'dan çox kameradan bir dənə görüntü almadılar, vermədilər. İndi bu cinayətləri işləyən Erdoğan deyirsiniz ki, bu cinayətləri örtbasır eləyən Erdoğan deyirsiniz ki, indi bunu eləməz. Qardaşım, bu mənim azad fikrimdir, mənim şübhələrimdir. Bir neçə də Türk blogerin danışığından, statından sizə stat gətirdim. Bu dünyada da Erdoğan'ın yaxasındadır əlimiz, o dünyada da yaxasında olacaq əlimiz. Ola bilər ölüm adından, ölüm hansısa bir siyasi muhacir adından harasa yerləşər. Ola bilər yerinə gələn hakimiyyətə, CHP hakimiyyəti olsun, hansı hakimiyyət olsun, onlar da dillənməz.
gözünü yumar. Amma biz Şimali Azərbaycan İlhamı orada saxlayan qüvvələrin heç birindən vaz keçməyəcəyik. Hara girsələr də onları dartıb çıxardıb ədalət məhkəməsinin qabağında oturacağıq. Mən olmayım, kim olur olsun, xalqımız bunu tələb edəcək.